Sümük xərçənginin müalicəsində yeni metod. Alimlər Braziliya və Portuqaliyadakı elm mərkəzlərinin əməkdaşlığı nəticəsində sümük xərçənginin müalicəsi istiqamətində yeni və perspektivli yanaşma irəli sürür. Yeni metod maqnit terapiyasını sümük toxumasının bərpasını stimullaşdıran biomaterial texnologiyası ilə birləşdirir. Tədqiqat çərçivəsində xüsusi maqnit nano hissəciklərindən ibarət bioaktiv material şiş nahiyəsində yerləşdirilir və xarici maqnit sahəsinin təsiri ilə lokal istilik yaradılır. Nəticədə xərçəng hüceyrələri yüksək temperaturun təsiri ilə məhv edilir, sağlam toxumalara isə minimal zərər dəyir. Metodun əsas üstünlüklərindən biri müalicə prosesi başa çatdıqdan sonra sümük toxumasının bərpasının eyni material vasitəsilə dəstəklənməsidir. Bioaktiv örtük orqanizmdə sümüyə bənzər mineral strukturların yaranmasını sürətləndirir və zədələnmiş sahədə təbii regenerasiya prosesini gücləndirir. Bu yanaşma geniş cərrahi əməliyyatların, xüsusilə amputasiya riskinin azaldılmasına imkan verə bilər. Hazırda texnologiya laboratoriya və ilkin sınaq mərhələsində qiymətləndirilir. Tədqiqatçılar bildirirlər ki, metodun klinik praktikaya tətbiqi sümük xərçəngi xəstələri üçün daha təhlükəsiz və effektiv müalicə imkanları yarada bilər.